Salam əleykum. Salam. 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 Hə, sənsən? Deyəsən, paştadyon işləyirsən, hə? Bəli. Çox gözəl. Baxaq görək. Belə. Təbrik edirəm. Sağ olun. Müvəffəqiyyət arzu edirəm. Sağ olun. Sağ ol. Məzahir! Məzahir! Saxla maşını! Saxla! Şad xəbər! Şad xəbər! Salam Səidə! Sənə məktub var. Ay sağ ol Səidə. Anamdandır, Deyəsən, xoş xəbərdir. O qədər də yox aş. Anam yenə xəstələnib, məndən nigarandır. Yazır ki, işin gücün necədir? Keçi canayında qəssab piy axtarır. Biz bilmirik sabah başımıza nə gələcək. Arvad bu halda məndən nəvə nəticə istəyir. Yazır ki, madam ki bronun var, gərək evlənəsən. Elə bil ki, bronu adama arvad almaq üçün verilir. Yaxşı, görürəm sən dəldən düşmüsən. Gedək səni aparım evə. Mən hələ məktub paylamalıyım. Gedək, yolda paylayarıq, gəl. Gəl görüm, gəl. Yavaş, yıxılarsan. Gəl, əlin mənə. Qorxma, gəl. Geç otur. Gözəl! Ay gözəl! Nə var, Hardasan ay rəhmətlidir, hə? Hardasın? Səhərdən uşaqlar evdə ac, sus. Özüm də acından ölürüm. Səidə də bilmirəm hansı cəhənnəmə itib gedib. Yaxşı əmisən, valla. Bütün kənd bilir Səidə hardadır, amma sən bilmirsən. Dünən qonşular onu vağzalda bir saldatla görürlər. Nansın! Necə də olsun, nə olsun. Elə bilirsən o məzahir gedə nahaq yerə bizim evin ətrafında fırlanır. Belə şeyləri mən çox yaxşı bilirəm. Uşaq da. Uşaqdır.
Mən səni gələndə neçə yaşım olardı, Ayşe ha? tutaq ki, lap elə 16 yaşım vardı. Sonra Qardaşına ne cevap ne vereceksin? olub cevap verəm? Götür, paltarlara kömək elə. Amma bax, kəndin qırağına qədər. Bir qardaş qızını gedə bilmir, kəndin qırağına gedər. Yaxşı, yaxşı, bəs çərənlədin. İndi mən Götür, neyniyim? götür, yeri. Qardaşının yadigarıdır. Ay yoldaş, heç belə şey olar. Mən neçə vaxtdır cəbhədən məktub almıram. Bəs cəbhədən məktub nə vaxt gələcək? Bəlkə yağış heç kəsməyəcək. Bizim günahımız nədir? Ay yoldaşlar, axı bu kişi yazıq neyləsin? Görmürsünüz yağış necə yağır? Bizə nə var? Sakin. Aman qurtardım. Mənə bax. Nə düşənə? Bir bura gəl. Başına dön, bir gör göydən yağış necə tökür? Görürəm. İşıqlar kəsilib, körpülər dağılıb, gediş gəliş yox. Yaxşı, mən neynim axı? Nə deyirsən? Mən bir həftədir pensiyamı almıram. Yaxşı. Elə mən də onu deyirəm də, neyiniyim? Ay bacı, səbr elə, yağış kəsin görək neynim? Bəlkə bu yağış bir həftə kəsməyəcək, neyiniyim? Abalam şüşələri sel basıb, mən dahi üzə gedim, sənin üçün pensiya gətirməyəcəm ki. Belə maşın yoxdur, yox. Qoca arvattır, neynəsin? Müsbət. İndi bizim təqsirimiz nədir? Bəlkə bir ay yağacaq, onda neyniyim? Dünyanın Gözləmək lazımdır. 3 gündür cəmaat acdır. Bilmirəm, daha sən nəyi gözləyirsən? Bax, mən bunu heç bilmirdim. Yoxsa bir körpü tikərdim sənin üçün. Lap uşaq kimi danışırsan. 2 gündür maşın göndərmişik, batıb qalıb o çayda. Heç o seldən keçmək olar? Mən keçərəm. Sən keçərsən. Bəlkə bu yağış bir həftə tökəcək, bilmirəm nəyi gözləyirsən. Traktoru. Yaxşı. Gözləyək. Çingiz əmi. Çingiz əmi. Səyidə, Çingiz nə əmi. var, nə olub? Gecənin bu vaxtı. Mənə maşın lazımdır. Sahidə, nə xəbər? Hara tələsirsən? Gəl, otur. Bu saat hər şey düzələcək. Otur. Maşın neynirsən? Çingiz əmi bu saat sənə traktor verəcək. Nə traktor? ÇTZ. ÇTZ nədir? Cəmaat 3 gündür poçt almır. Bilirəm. Yaxşı. Biz ərzaq gətirə bilmirik. Sən poçtayındasan. Cəmaat çörək gözləyir. Bəs cəmaat sizcə müharibədən məktub gözləmir? Cəmaat davada canından keçir. Biz də burada oturub traktor gözləyirik. ÇTZ. Səidə. Ağızsaydı, bircə bu qalmışdı, gecə də evə gəlməyəsən. Səhərə kimi hardaydın, abala? Məktublar üçün getmişdik. Maşın da batıb qaldı çayda. Ona görə gec gəldi. Gen o məzahir gedəyinə. O, əsrimizin qəhrəmanı gəldi çıxdı. Ay qız, Zeynal'a versən Allah. Sudan çıxmıcıya yoxşuyursan ki. Yox, səninlə də öyrəmişində o. Yaxşı, gözlərəm. Heç olmasa o qıza yazığın gələydi. Onu da aparıb salmışsan yağışın altına. Dünəndən gözəl mənim abrımı alıb. Hələ dur, gör sənin başının açıcı yox. Gecə səhərəcən oturub sənin traktoru gözləmişik. Romantik sahildə. Bəli. Yaxşı, axı, siz bir hökumət nümayəndəsi, bir rəhbər kimi dünəndən bir dənə traktoru bizə verə bilmirsiniz. Çingiz, özünü yorma. Mən bilirəm taxılardan tapmaq lazımdır. Saidənin xalası qızı kolxozun ambarında işləyir. Bilirsən nə qədər taxılı var? Əgər onu bir tər yola gətirə bilsək. Qönçə 2 ton taxıl borç verirsən də? Necə? Borç. Nə danışırsan? Camaat acdır. Taxılı mən sənə necə verə bilərəm? Elə bir dədəmin ambarıdır. Buna bax, 2 ton taxıl. Dayan görüm. Qönçə, ümidimiz təkcə sənə gəlir. Başa düş ki, bütün yolları sel aparıb. Neynim? Axı ağzımda sənə deyirəm ki, bütün yolları sel aparıb. Cəmaatı çörəklə təmin edə bilmirsən deyə mən həbsə girməliyəm. Axı həbsə niyə Qönçə? Buna görə cəmaat sənə çox sağ ol deyər, kömək elə. Bu sağ ol mənə çox baha başa gələr. Niyə baha başa gəlir? Qulaq as Qönçə. Narahat olma. Məsuliyyəti mən öz üzərimə götürürəm. Bir də məsələ heç bunda deyil. Cəmaat ac qalır, bizim borcumuz onlara Yox. kömək etməkdir. Başa düş. Yox,
Vermərəm. Gonca. İndi necə olsun? Axı cəmaat ehtiyacı içindədir. Axı bunu eləməyə mənim ixtiyarım yoxdur. Niyə? Hara? Ne edirsiniz? Axı sizi tutarlar. Ne edirsiniz? Sabrin oğlu. Götür şimdi. Gonca. Hardasın? Gonca, ne olub, ne üçün ağlayırsan? Onları həbs ediblər. Ne? Həbs ediblər? Axı mən bilirdim. Xəbərdarlıq da elədim. Qulaya asmadılar. Kaş bütün günahları öz boynuma götüreydim. Yenə bir təskinlik olardı. İndi neyniyək? Bilmirəm.